Bismillahirrahmanirrahim. وَمَا لَكُمْ لَا تُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ. Sizə nə olub ki, Allah yolunda və düşmən əsarəti altında olan zavallı kişiləri, qadınları və uşaqları xilas etmək üçün vuruşmursunuz? Nisa surəsi, ayə 75. İnqilabdan əvvəl o bugünkü gənclərdən yaraşıqlı biri idi. Həmişə dostları və yoldaşları ilə əylənmək və şənlənmək dalınca idi. Lakin inqilabın qələbəsindən az bir müddət əvvəl qardaşı şəhid oldu. Seyyid Həmidin qardaşının cənazəsi ilə qarşılaşdıqdan sonra birdən-birə şəxsiyyəti dəyişdi. Bəlkə də anasının duaları da təsirini göstərdi. Çünki o həmişə oğlunun hidayət olunması üçün Allaha dua edirdi. O özünə gəldi və daha əvvəl fikir vermədiyi məsələlərə, xüsusilə də ata-anasına qarşı olan davranışına diqqət yetirdi. Əvvəlki işlərini tərk etdi. Seyyid Həmid böyük bir iş görmək qərarına gəldi. O, müəllimliyə maraq göstərdi və bu yolda irəliləməyə başladı. Bunun üçün Kermana yola düşdü. O, Kerman Pedaqoloji Məktəbində humanitar elmlər üzrə təhsil aldı. Bu dövr onun üçün dini və etiqadi biliklərini tamamlaması üçün vacib idi. Bir il sonra müharibə başladı. Müharibənin başlamasından çox keçməmişdi ki, dostlarından biri ilə cəbhəyə yollandı və qısa müddət sonra ön cəbhədə döyüşən sabit qüvvələrə qoşuldu. Ondan soruşdular, şəhəri niyə tərk edib daimi olaraq cəbhədə qaldın? Seyyid Həmid cavab verdi. Cəbhəyə ilk dəfə gəldiyimdə tez qayıtmaq istəyirdim. Amma düşmən qüvvələrinin bir neçə İranlı qadını əsir aldığını görəndə artıq dözə bilmədim. Yəni qeyrətim mənə geri dönməyə icazə vermədi. Seyyid Həmid cəbhədə qaldı və şəhid Şəmranın rəhbərlik etdiyi canlı qüvvələr qrupuna qoşuldu. Sonra isə Sarallah birliyində əməliyyat kəşfiyyat qüvvələrinə daxil oldu. Hacı Qasim bu gənclə qürur duyurdu. O, ilk dəfə hərbi kəşfiyyata 2 bəsic üzvü və 1 ordu zabiti ilə getdi. Onlar birlikdə gecə yola düşdülər. Səhər tezdən başa düşdülər ki, səhvən düşmənin mərkəzinə daxil olublar. Ordu zabiti qorxaraq dedi, indi nə edəcəyik? Həmid dedi, sakit olun. Bir Quran ayəsi var ki, əgər onu oxusaq, düşmən bizi görməz. Sonra bu ayəni oxudu. فَجَعَلْنَا مِنْ بَيْنَ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ. Biz onların önlərində və arxalarında bir sədd yaratdıq və onları bürüdük. Beləcə onlar görmürlər. Və dedi, arxayın olun, artıq onlar bizi görmürlər. Sonra hərəkət etdilər. 4 kilometr irəlilədikdən sonra İraqlıların gözləri qarşısında özlərini öz qüvvələrinə çatdırdılar. İraqlılar onların İranlı olduqlarını başa düşəndə atəş açmağa başladı. Amma artıq gec idi. Seyyid Həmidin xüsusiyyətlərindən biri də bu idi ki, bütün cəbhələrdə və hətta ən isti günlərdə ayaqyalın yol gedirdi. Buna görə ləqəbi yalınayaq Seyyid olmuşdu. O deyirdi, cəbhələrin hamısı müqəddəsdir. Şəhidlərin qanı bu torpağa tökülmüşdür. Seyyid Həmid Allaha təvəkkül və anasının xanım Zəhra salamullah əleyhaya təvəssül etməsi ilə böyük işlər gördü. Xeybər əməliyyatı gecəsi dostlarına demişdi ki, şəhadət imzasını anamdan almışam. Kimyəvi silahlarla hücum zamanı düşmən çox çətinliklər yaratdı. Hacı Himmət Hacı Qasım Süleymaninin yanına gəlib dedi ki, mənə bir qrup ver ki, ön xətti nəzarətdə saxlayım. Hacı Qasim tez Seyyid Həmid Mirfəzliyə dönərək dedi, Hacı Himməti apar və bir qrupu ona təhvil ver. Hacı Seyyid Həmidin motosikletinin arxasında oturdu və düşmənin ağır atəşi altında hərəkət etdilər. Bir dəqiqə sonra bir mərmi motosikletin yanında partladı və hər iki şəxs birlikdə cənnətə, Allahın rızasına doğru pərvaz etdilər. Quran ayəsi ki, hekayənin əvvəlində oxundu bu idi. Zalimların əlində əzilən zəifləri qurtarmaq Allahın əmridir. Bu ayə bütün müsəlmanlara, Fələstin, Livan və digər İslam ölkələrində yaşayan imperializmin hakimiyyəti altında əziyyət çəkən insanları müdafiə etməyi əmr edir. Bu ayəyə əməl etmək və zalimların zülmündən zəifləri qurtarmaq üçün inqilabdan əvvəl bəzi gənclərimiz Suriya və Livana yola düşdülər. Onlar Suriyada və Livanda hərbi təlim aldılar.
və sonra Şəhid Şəmranın qüvvələrinə qoşularaq düşmənlə mübarizəyə davam etdilər. Bu şəxslər sonradan müqəddəs müdafiə dövrünün komandirləri oldular. İnqilabdan və müqəddəs müdafiə dövrünün başlanmasından sonra bəzi Fələstinli və Livanlı gənclər İran xalqının Səddam rejimi altında çətinliklər yaşadığını başa düşdülər və fədakarcasına bu ayəyə əməl edərək İran cəbhələrinə gəldilər. Şəhid Əli Abbas Livanlı cəngavər döyüşçü idi ki, İrana gəldi və İranlı qüvvələrinin təlimində iştirak etdi və bizim cəbhələrdə şəhadətə qovuşdu. Bu şəhidin məzarı Behişt Zəhra qəbrəstanlığının 34-cü bölməsində yerləşir.